Bizlə xidmət keçənlər itirdi, yoxa çıxırdı, qaçmağa cəhd edirdi, meşədə özünü asırdı. Görünməyən bir düşmənlə mübarizə aparırsan. Pəncərəni belə açdım, ətrafa baxmaq istədim. Bizimlə olan zabit mənə dedi ki, Yasanov, это тебе не Şuşa, закрой окно. Baxdım ki, nəsə görünür oradan. İnsana oxşuyur o, insan ayağıdır. Ayaqları görünür, ha, təsəvvür edin. Artıq şəhərə geri dönüş olmayacaq. ...1986-cı il. Ukraynanın şimal hissəsindəki Pripyat yaxınlığında baş verən nüvə qəzası 100 minlərlə insanı yüksək səviyyədə radiasiyaya məruz qoyur. Təxminən 350 min nəfər radioaktiv çirklənməyə məruz qalan əraziləri, evlərini tərk etməyə məcbur olur. 31 nəfər dərhal həyatını itirir. 4000-27 min arası insan radiasiyaya məruz qalma nəticəsində həlak olur. Partlayış yerindən yüzlərlə kilometr kənar məsafədə yaşayan bir çox insan fəlakətdən sonra şüalanma səbəbindən xəstəlik tapır. Çernobılda baş verən qəzanın ləğvi işlərinə 8500-dən çox azərbaycanlı cəlb olunur. Onlardan biri də həmin vaxt Minsk şəhərində hərbi xidmətdə olan Mirhəsən Həsənov idi. Bizim yaddaşımızda ən vacib məqam, qalan məqam ondan ibarətdir ki, orada 3 dəqiqəlik deyilən bir rejim var idi. Hansı ki, 4-cü blok partlayan zaman o 3-cü blokun tavanının üzərinə xeyli tikinti materialları və radioaktiv materiallar atılmışdı, qrafit və s. və onların təmizlənməsi zərurəti və vacibliyi var idi. Çünki o tavan yata bilərdi və 3-cü blokda da bu partlayış təkrarlana bilər. Biz əvvəllər bilmirdik və bizə də dedilər ki, etdiyim kimi bu insanlar geri dönəcək, burada elə bir təhlükə yox, heç bir şey yox. Biz ona inanırdıq. Amma hər gün o atılan addımlar və real rastlaşdığımız səhnə bizə konkret onu deməyə əsas verirdi ki, bu artıq şəhərə geri dönüş olmayacaq. Pəncərəni belə açdım, ətrafa baxmaq istədim. O bizim birbaşa nəqliyyatda, bizim avtobusda, hərbi nəqliyyat vasitəsində bizimlə olan zabit mənə dedi ki, Yasanov, это тебе не Şuşa, закрой окно. Və ən dəhşətlisi odur ki, 86-da mən Çernobıl faciəsi, mən 1 il 6 ay orada olmuşam, təsəvvürün o zonada olmuşam. Siz təsəvvür edin ki, bizə o vaxtki devirdə o məxfililik fonunda olduğu kimi məsələnin çatdırılmaması və bizə bu məsələlərin nə qədər təhlükəli olduğu haqqında məlumat verilməməsi, nəticə etibarilə bizim orada hər şeydən istifadə etməyimiz, meyvə yeməyimiz, hər bir şey inandırım sizə ki, bizim üçün böyük bir düşmənə çevrilmişdi. Biz görünməyən düşmənlə mübarizə aparırdıq. Düşünün, bu düşmən nə gözlə görünür, nə rəngi, nə də qoxusu var. Çernobıl xilasetmə əməliyyatında iştirak edən ilk Azərbaycanlı polis Adil Osmanov 40 il keçməsinə baxmayaraq həmin dəhşətli günləri hələ də ürək ağrısı ilə xatırlayır. Dedilər ki, bəs atom elektrik stansiyası var Çernobılda. Kiyevdən 129 kilometr arası var. Orada 4-cü maşın adliyyəsi, maşın bölməsində partlayış olub, yanğın olub, onu keçirməyə gedirlər. Siz orada cəmaatı evakuasiya edəcəksiniz, orada yaşayanların. Nə paltar verdilər bizə, nə heç nə ərzaq vermədilər, nə qazimetrilər, o rengin şüalarını ölçər. Bilmirdik hələ özü nə var, nə yox. Deməli, biz bir sutka orada o əhalini, 55 min nəfər əhalisi olan bir şəhəri təxliyə elədik oradan. Görünməyən bir düşmənlə mübarizə aparırsan. Biraz keçəndən sonra hamısı kimi qarnını tuturdu, kimi taşını eləyirdi, ürəyi bulanırdı, qusmaq istəyir, belə deyirdi. Onların onu da hamısı həlak oldu orada. Çernobıl faciəsinin nəticələri Azərbaycana da ciddi təsir göstərib. Bu faciədən sonra 2000-dən çox uşaq müxtəlif xəstəliklərlə dünyaya gəlib. Xəstəliklərin bu qədər geniş yayılmasına səbəbsə o vaxtki müayinələrin gizli və müəmmalı şəkildə aparılması idi. Qan analizləri götürəndən sonra bir xeyli soldat yoldaşlarımız, əskər yoldaşlarımız o zonadan aparılırdı. Amma bizə dedilər ki, başqa batalyona aparılır. O qan analizlərindən sonraki prosesdə onları oradan çıxarırdılar. Hara göndərirdilər, necə göndərirdilər, yəni biz onu bilmirdik. Bizlə xidmət keçənlər itirdi, yoxa çıxırdı, qaçmağa cəhd edirdi, meşədə özünü asırdı və yaxud intihar və başqa formalarda intihar edirdilər.
Qəhrəman polisimiz Adil Osmanov xilasetmə işlərini yekunlaşdırarkən təsadüfən gördüyü və heç vaxt unuda bilməyəcəyi mənzərəni belə xatırlayır. Evlərin birinə gəldik, baxdım ki, nəsə hiss etdim də, bir nəsə görünür oradan. Mətbəxə baxanda gördüm müayinədən ki, qapı da bağlıdır. Dedim, bəs orada nəsə düşüb qalıb, o nədir orada qalan? Dedi ki, heç kim deyil. Dedim, yox, elə bil ki, insana oxşuyur o, insan ayağıdır. Ayaqları görünür, ha, təsəvvür edin. Məcbur elədik, başlıq, qoca qarıdır. Heç, deməli, bəlkə də özü yıxılıb, bəlkə də çarpayda idi, ancaq yerə uzatmışdı belə. Həmin qadını götürdük, gəldi. O qadın da biraz kövrəldi, o qadın müharibə görmüş qadın idi. Mən də biraz oğlunu danladım ki, niyə belə eləyirsən? Ananın yaşı yoxdur, ana apardıq. Onu da təxliyə elədik, apardıq. Bugün Azərbaycan dövləti tərəfindən Çernobıl qəzasının nəticələrinin aradan qaldırılmasında iştirak edənlərə xüsusi diqqət və qayğı göstərilir. Çernobılçılar bugünkü gündə müharibə əlillərinin hüquqlarına bərabər tutulan şəxslərdir. Siz təsəvvür edin. Mən tam qətiyyətimlə deyirəm ki, keçmiş müttəfiq respublikalar sırasında ən çox hüquqlarının müdafiəsi istiqamətində həyata keçirilən tədbirlər fonunda Azərbaycan Çernobılçıları dövlətimiz tərəfindən onların hüquqları qorunub, onlara bütün güzəştlər verilib və bu gün də fəxrlə deyə bilərəm ki, Çernobılçılar həm pensiya, həm də prezident təqaüd alırlar və bugünə qədər 450 təsəvvür edin ailə mənzillə təmin olunub. Bu bizim üçün böyük bir göstəricidir.